Dizaynerlərin hazırladığı təmir dizayn planında, elektrik planına baxanda korobkalara hündürlük H verirlər. Məsələn, göstərirlər H90, da H110 və s. Amma düşünmürlər ki, bu korobkaların H-ı 3 ədəd olur. Korobkanın alt hissəsi, ortası bir ölçü, üstü bir ölçü. Layihədə qeyd etmirlər ki, bu H korobkanın altı ilə göstərilib, ortası ilə, üstü ilə. Onların bu texniki səhvi sonda təmir başa çatdıqda mebel düzülüşündə problemlər ortaya çıxır. Məsələn, mebeldə gəlir bu korobkanın çərçivəsinin üstünə çıxır 1 sm, 2 sm, korobka aşağıda qalır. Layihəsini sən hazırlamısansa, o xırdalıqlara, o detallara da fikir verməlisən. Layihənin qırağında, transkripsiyada, açıqlamada qeyd etməlisən ki, hündürlüklər haradan götürülməlidir? Korobkanın hansı haşı ilə götürülməlidir? Təmir bitib, boya vurulub, sonra isə mebel düzüləndə o problemlər ortaya çıxır. Məcbur korobkanın aşağısı qazılmalı olur, yaxud da bu çərçivəni kəsməli olur usta. O problemlər olmasın deyə o detallara fikir verməlidirlər. Həm bu lepka planında problemlər yaradır, həm divar açılış planında. 2 qat çərçivədə lepka planı verirlər. Ortada 10 sm məsafə qalıb, adətən elektrik açarı 7 vəziyyət işıqlanma verib, orada nömrə 7 korobka gedir, qutu gedir. Bunları nəzərə almırlar. Verir layihədə planı, lepka planı çərçivənin arasında 10 sm məsafə, elektrik açarının da orada qutusunun, korobkasının şəklini göstərib, otağa da 7 vəziyyət işıqlanma verib. İndi gəl o 7 vəziyyəti o balaca korobkaya yerləşdir. O təmirdən öncə gəlib ölçüləri götürürlər, amma təmir müddətində divarların qabarit ölçülərinin dəyişməsini nəzərə almırlar. Sən otaqlar öncədən təmirsiz vəziyyətdə heç bir divarda diaqonal yox, 90 dərəcələr yox. Təbii ki, bu təmir müddətində divarlar şişəcək, diaqonala alınacaq, 5 sm, minimum 3-2 sm divarların şişməsi var, nəzərə almırlar. Yəni, divarlarda dəyişikliklər olur, ölçülər dəyişir, amma sıfır divardan təmirsiz vəziyyətdə ölçü götürürlər, layihə tərtib edirlər. Sonra da bütün əziyyətin ustalar, orada nə qədər adamlar işləyəcək təmir müddətində onlar əziyyəti çəkirlər. Elə şeylərə zəhmət olmasa fikir verin, dizaynerlərə də sözüm.